Hər vaxtınız xeyirli olsun gözəl dostlar. Deməli, kainat deyir ki, bu mövzunu danış və əvvəlcədən elan elə. Heç bir üçüncü boyutun debili buna baxmasın. Heç bir üçüncü boyutun dindarı bu mövzuya baxmasın. Onlar üçün deyil, qarışmasınlar. Əgər qarışan olarsa, bax belə deyir, onları özüm cəzasını verəcəm. Vallahi zarafat eləmirəm. Mən də əslində dedim ona mən kainata atqaz eləmirəm. Deyirsə deməli denən. Şu. Bax xəbərdarlıq olundu. Sonra demin ki belədir, elədir. Əgər sən dindarsansa, fanatsansa, zombisənsə, üçüncü boysulsa, debilsənsə bu sənlik deyil. Qardaş, başva dönüm sənin. Baxma, nə də ki heç nə yazma gələn. Kainatla sən bacarmarsan. Sən bir dənə adi iqlimlə bacarmırsan. Sən adi bir dənə təhsili həll edə bilmirsən. Sən adi aclığı yer üzündən götürə bilmirsən. Sən göydən dolu yağanda deşiyi axtarsan qaçmağa. Nə bilim, bir dənə malın, mülkün xarab olanda qalırsan həyəcan içində, stres içində. Sən bütün günü səhər tezdən çıxırsan axıra, axşam noxura, nə bilim belə bir söz var. Bu sənlik deyil. Allah canını sağ eləsin, xoşbəxt ol filan. Ruzin bol olsun öz yerinə. Bax, mən sənə duam budur. Və deyirəm, bu video səninlikdir. Buna baxdınsa, baxa bilərsin. Amma yazsan orada, bu belədir, bu belədən nəsə belə reaksiya versən, öz egondan, kainatla üzbəüz qalasın. Özün cavab verəsən ona və yekə-yekə danışma ki, verərəm. Heç nə eləyəmirsən. Kainat sənə elə sıxar orada, baxarsan ki, bu nədir belə? Mən niyə bu günə qaldım? Zarafat eləmirəm. Mən bunları yaşamışam. Onu görə danışın, təcrübəmlə bölüşürəm. İki zat deyirəm ki, durdum yedirəm, nəsə video çəkim. Məsləhət bilirlər çəkirəm. Kim bilir, o sənin başın üçün deyil. Bunu yaşayanlar, bunun içində olanlar bilir söhbət nədən gedir. Bildiyiniz o ölümcül insanlar var, yaşayır, ölür. Onlarla əlaqəsi yoxdur bunu deyənlərin. Beləliklə, nəysə, sizə vaxt itirməyə keçə bu bir tərəfə. Kimlər ki, yeni namaza başlamaq istəyir, dinə gəlmək istəyir, Allahı sevir və s. və s. Bunlar qalıblar belə ki, biz necə eləyək? Mənim deyir, qəlbimdəki Allah gözəldir, sevəndir, nə bilim, təmənnasızdır, mehribandır, amma burada tutalım ki, bu dinlərdə olan tanrılar nətərdir? Cəza verəndir, nə bilim, bəndələr üçün cəhənnəm yaradıb ki, eləsin, günah adında bir şey bəhanə yaradıb, məni günah sürükləmək üçün şeytanı yaradıb, bir sürüdən min bir dənə tələ qurubdur. Şimdi qisasçı, qəzəbli belə bir tanrısı var. Mən nətər eləyim? Bunun içində həm deyir, bu var mərhəmətliyəm, həm deyir ki, qisas alacam. Nə bilim, başımı oynasın. Qalmışam belə, mən bunu qəbul eləsəm, nətər olacaq? Bax, həmin insanlaradır bu video. Kainat özü asob onlar üçün çəkdirir bunu. Əgər sən üçüncü boyutun dinini, onun kitabını, onun tanrısını qəbul eləsən, bunları da qəbul eləmiş olacaqsan. Yəni sən tutalım ki, sabah bir dənə onların proqramı ilə günah iş görsən, tövbə etsən, tövbəvi pozsan, sonra yenə tövbə etsən, sonra yenə günah eləsən, bir sözdən sən düşürsən qara siyahıya bir. Və yaxud da ki, bir dənə bir söz verəsən və onu yerinə yetirə bilməyəsən, tutalım desən, qurban kəsmək istəyirəm, falan işim düzəlsin. Yəni bunların standartı budur da. Rüşvət verməlisən ki, sənin nəsə bir işin olsun burada. Yaradan sənə kömək eləsin, bunların tanrısı. Bir sözlə, əgər sən onu sonra pulun olmasa onu kəsməyə və yaxud da ki, hansısa bir səbəbdən də eləyə bilmədin, dilin ağzında olmadı, əlin qolun olmadı, eləyə bilmənsə, sənə bunun cəzası veriləcək, ödə nəyi var? Bu cəza 1 il 2 il çəkməyəcək, sən bunun altına çıxa bilməyəsən, onu məsələn garanti verim 100%. Beləliklə, yaxşı, sən Allahı sevirsən və ona şükür eləməksən, səcdə eləməksən, bəs yaxşı, hansı kitabı, hansı dini, nəyə qəbul eləsən görəsən? İslam dini sülhdür, anlayışdır, gözəl bir dindir, ad olaraq, formalist olaraq. Amma
Bunu elə bir formaya salıblar ki, matrisa yaradıblar və sən istədin istəmədən bunun içinə düşürsən. Tutalım da sən İslam dinini qəbul etdin, namaz qıldın, amma meçidə gedəsən, baxarsan ki, sən o həqiqətləri və başqa bir zidd bir şeylər danışırsan və sən deyəndə ki, axı bu belə deyirlər, sən kafirsən, danışma. Sən necə buradan çıxamıyorsan, paza keçmisən, başa düşürsən qardaş. Gedəsən o biri meçidə baxarsan ki, orada nəinki sənin qəlbində olan, heç bunların dediyi ilə də düz gəlmir. Tamam başqadır. Sonra başqa bir məzhəbə gedəsən, orada da onun kimi. Sonra vəbsə dinini dəyişib başqa bir dinə keçəsən, yenə də eyni şeylə özləşəsən. Bu bir axmaq bir sistemlə qurulub sənlə yaradanın arasını pozmaq üçün olan bir şey. Deməli, burada nədir məsələ? Sən nə edə bilərsən? Bax, bu üçüncü boyut sistemidir, matrisadır, onların dinidir, tanrısıdır, qanunlardır. Görsən bunu qəbul edin, avtomatik olaraq qəbul etməklə izin verdim bu qanunların işləməsinə. Bunlar da başladı işləməyə. Yəni burada Allah necə bu cür o, başqa yerdə başqa cür. Yox, sadəcə proqramdır, softdur. Bunun adı Allahdır. İndi ərəbcə deyirlər də, ona görə çaşdırırlar adamı. Əslində yaradan başqadır, Allah başqadır və s. və s. İndi burada nədən gedir söhbət? Sən tutalım ki, deyirsən ki, Allah mehribandır, bağışlayandır, gözəldir, təmənnasız sevəndir və s. və s. Hə, eyni zamanda deyirsən ki, cəhənnəm onun nəyinə lazımdır. Biz onun fiziki formalar, formalar alıb bizdə təzahür edibsə, o öz-özündən qisas alacaq, öz-özünü yandıracaq. Belə şey olmur axı. Vəbsə yandırmaq kimə nə xeyri var ki, nə mənası var? Kebabxana deyir ki, durub yandıra səni. Deməli belə, o nə istəyir? O sənin azadlığı istəyir, o sənin inkişafı istəyir. O elə bəhanə axtarmır ki, buradakı kimi bir dənə günah eləsin, tez başını daş sala. Onu istəmir, bu başqadır. Tamam, deməli sən əgər bu cür Tanrını qəbul etsinsə, bu nədir? Tanrının adı, bir adı da həqiqətdir. Azadlıq, həqiqət, məhəbbət, sərhədsizlik, hamısı ona aiddir. Beləliklə, onun bir adı həqiqətdir və bu sənin daxilindədir, fitrətindədir, DNK-dadır, qəlbindədir. Və bil ki, bu ola bilər, bu ola bilər, bu bir şey ola bilər, heç nəyə fikir vermirsən, əsas nəyə fikir verməlisən? Həmin o həqiqətə, sənin daxilində olan həqiqətə. Bax, daxili həqiqət. Bax, budur, haqq. Reklamlar. Reklamlar bitdi. Beləliklə, sən daxilində olan həqiqətə inanmalısın. Bax, Tanrı odur, yaradan odur, Allah dediyin odur, orijinal. Bu artıq çıxırsan yuxarıda, bu çərçivədən çıxırsan, keçirsən bu birisi müstəviyə. Bunu qəbul edəndə buranın qərarların, qanunların qəbul etmiş olursan. Avtomatik olaraq buna qol çəkmiş olursan. Buradakı qanunlar işləyir sənin üçün artıq, buradakı yox. Çünki sən bu matrisayı keçdin. Matrisa birisindən də şeydir, fikirlərin toplumudur. Onu qəbul edinsə, kollektiv şuur falan, proqram işlədir. Sən amma bunu seçmiş olursan, o zaman da günah yoxdur, cəhənnəm yoxdur, nə bilim nə yoxdur və buranın debilləri deyir ki, günah yoxsa onda mən nə istədim elə bilərsən. Məsəl üçün, tutalım ki, sən azadsan, cəhənnəm yoxdur, günah da yox. Sən nə eləmək fikrindəsən? Nə başa sal görə, sən nədən gedir söhbət? Yaxşı, burada deyir ki, bəs yaxşı, qanun nədir? Axı, hansısa bir qanun olmalıdır axı bu işləməsi üçün. Bir proqram olmalıdır. Bu da softdur, bu da Allah proqramıdır. İndi onun adını sən kainat da qoya bilərsən, varlıq aləmində və yaxud da boyut, nə istəsən də qoya bilərsən. Sonunda, oradakı qanun nədir? Heç kəsə, bunlar ağız açıq qanunda qurur deyəsən. Demək belə, heç bir bəndi, heç kəsə ağrı, acı yaşatmalı deyilsən, icazən yoxdur. Və kainat bunu sənə şərt gəzir. Yəni, hamıya hörmət eləməlisən. Kiməsə yuxarıdan aşağı, ego ilə yox da ruhunla baxmalısın. Ruhunla baxsın, deməli, anlayış, sevgi, məhəbbət. Yəni, əsl İslam sülh burada yaranır. Ruhunla yaşayanda. Çünki o xeyirxahdır, təmənnasıdır, fədakardır. Deməli, heç kəsə ağrı, acı yaşatmalı deyilsən. İkinci qanun. Heç kəsin istəyinin əleyhinə heç nə etməli deyilsən.
Yəni bu adam istəmir filan şey, sən bunu məcbur etsən. Ya manipulyasiya edirsən, ya aldadırsan. Din adı altında olar, Allah adı altında aldada bilərsən, nə bilim və s. və s. Olmaz. Bunu kainat sənə bağışlamayacaq. İndi deyərsən ki, bu burada da var, əlbəttə ki var. Amma burada səni qorxu ilə idarə edirlər. Azadlığın yoxdur. Burada sən böyüyə bilmərsən. Çünki nə qədər qorxu varsa sən heç vaxt böyüməyəsən. Burada isə rahat. Yaradan səndə yaşayacaq. Onun qanunlarını yaşamış olasan, sən danışanda o danışacaq. Nə bilim, bizim 3 dənə göz var da, tutalım. Bunlar baxmaq üçündür, bu da görmək üçündür. Üçüncü göz. Piramida deyirlər ya, onun üstündə. Və bu sənə aiddir. Üçüncü göz. Ruhunla buradan baxmalısan. Görməlisən. Bu həm iyi bilir, həm ətir bilir, həm hissi var. Bu gözdə hamısı var. Bütün his, o 5 dənə his deyirsin, hamısı var bunda. 6-cı da var hətta. Bunlar sadəcə baxdı. Bu isə gördü. Nə deyəcəkdin, onu demədin. Bax, onu belə eşitdi, hiss elədi. Sənin daxilivi gördü, sənin problemi gördü, sənin kim olduğun insanı gördü, nə cür insansan və s. Beləliklə, həmin bu gözəl insanlar ki var, Allahı sevirlər və onunla əlaqə qurmaq istəyirlər, onunla əməkdaşlıq eləmək istəyirlər. Onlar bazarda, menyuda nə var? Xətt çəkin hamısının üstündən. Bunlar köhnəlib hamısı. Bu dinlə əlaqəli olanlar. Yeni bir sistem, yəni orijinal. Bu bizə sırnanları pozursa, o gizlənə bax, altda olan bax budur, orijinal. Sənin fitrətində. Burada özdə sizə bir şey deyim, bu işarə edir, deyir ki, ya Rəsulum, üzünü Allahın insanlar üzərində öncədən yaratdığı fitrətə doğru çevir. Əsl din də budur. Yəni yol. Fitrət də sənin fabrik ayarlarında. Biz bir mahnıda yazmışıq. Bura nətər dönmək olar fabrik ayarlarını, oxumuşuq onu. Burada da yada sala bilərəm. Bizim həmin bu kanalda hədiyyələr var. Orada hədiyyə 13-də fabrik ayarlarından danışır. Yəni, mən heç nəyə sahiblənməli deyiləm. Gün ərzində yadınıza düşəndə bu cümləni deyin. O zaman zehnin sənə pıçıldayır. Bunu elə, bunu elə, bunu sırmaq istəyir. Sənə reklamları, onu al, bunu al, nəminələr. Planlar dizir. Amma sən bilmirsən, sabah həyatda yoxsa bununla planının tələsinə düşürsən. Kreditdə, nə bilim, nəyə. Deyirsən ki, mən heç nəyə sahiblənməli deyiləm. Ev sahibi ol, maşın sahibi ol. Durun, uçdunuz buradan. Burada sənə buradan yanaşa bilmir. İblis deyir, mən ona önündən, arxasından, sağından, solundan, yəni arzularından, keçmişdəki günahlarından, nə bilim, qorxu hissindən və s. yaxınlaşacağım. İkinci söz, mən heç nə etməli deyiləm. Mən heç bir şey etməyə məcbur deyiləm. Hətta belə deyə bilərsiniz. Sən bunu elə ki belə ol, sən bunu elə eləməsən belə olacaq. Mən heç nə etməyə məcbur deyiləm. Bununla da iblisin bu ümidini qırdın. İblis deyəndə proqramında, əslində hamısı Allah da proqramdır. İblis də hamısı proqramlardır. Sənə təqdim olunur. Bu oyunu sən qurmuşsan əslində, başa düşürsən? Sən buradan çıxanda görəsən, bunun sahibi sən imişsən. Hələ belə bilmərsən. Sonra üçüncü, mən indi kiməmsə, ondan başqa kimsə, ya nəsə olmalı deyiləm. İndi kimsən sən orijinalda? Xəlifə, padşah, tanrı, varlıq aləmi, hər şey sənsən, mini kainatsan. Həm o mənəvi tərəfdən, həm də fiziki tərəfdən. Hamısı kompakt yığılıb bura zip formatında. 1.50, 1.60, 1.70 boyunda bir varlıqsın. Hamısı da sənin o hüceyrində, DNK-da, bir sözlə. Hamısı sənsən. Mən indi kiməmsə, ondan başqası olmalı deyiləm. Yadınıza düşəndə bu cümlə təkrarlayın. O zaman kimsə deyəməcək, oxu adam ol, oxu belə ol, nə bilim, səni planlar qurmayacaq. Səni çaşdırmayacaq, səni nəyəsə vadar edə bilməyəcək. Oxu günən sonra direktor olarsın. Mən ucu xəlifəyim, mən padşaham. Mən bunu qəbul edeyim də bax bu 3 dənə şeyi. Zehin yoxa çıxır, zehin proqramları, başlayır ruhun proqramları işləməyə. Ya Rəsulum, xatırla, nəyə xatırla? Ruhunda olan proqramları. DNK-da olanlar aktivasiya olur o zaman. Hüceyrələr ki, bədəndə olan hüceyrə ruhla birləşir, onun enerjisi ilə, avtomatik olaraq
oradakı informasiya başlayır aktivləşməyə və kainat da sənə eyvallah deyir, sən ondan bütövləşirsən. Yəni bu qədər sadədir əslində. Yəni bunun üstəsi bir cümlə demək olar ki, zehni proqramları poz, ruhunla yaşa. Amma nədir o? Burada detalını göstərilir. Ən azından da belə deyək. Başa düşən olsa bir cümlədən bilir. Sən qorxu ilə yaşadınsa, sən dağıdıcısan. Sən həmin bu üçüncü boyutun tanrısını müdafiəyə başlayırsan. Halbuki bu qalaktikalar, sistemlər yaradıb. Heç səndən icazə almayıb, kömək istəməyib və s. və s. İndi sən onu müdafiə edirsən. Kimdən? Sənin bu yer kürən belə yer kürəsi var ya, bu planetin. Bu qalaktikaların içində balaca bir dənə nöqtədir. O nöqtənin üstündə 8 milyard əhali var. Onda nöqtənin üstündəki əhalini bir hissəsini yığsan, həmin bu yer kürəsini, balaca bir yer tutacaq. Yəni Azərbaycan boyda yer tutacaq demək olar ki. Bir kvadratını hesablasan, lab olsun Qafqaz bunun fərqi yəni balacadır da dünyanın müqayisədə. Həmin o 8 milyardını bilirsən, sən nöqtənin nöqtəsisən, yəni görsənmirsən də, yoxsan və bütün bu sistemi yaradanı müdafiə eləmirsən. O da kimdən? Özün kimi başqa bir fani bir varlıqdan. Bu normal bir şey deyil. Sən avtomatik olaraq onu alçatmış olursan, onun ehtiyaclı olduğunu, sənin ondan güclü olub onu müdafiə etdiyini göstərir. Burada kimsə səni alçatmır, kimsə təhqir eləmir. Sadəcə olaraq deyirlər ki, qardaş, bu sənə sırınıb da. Sən dünyaya gələndə belə deyildin axı. Sən uşaq olanda bu şeylər yox idi səndə. Sonra sənə sırdılar, o da nətər oldu? Sən məktəbdə oxudun, sənə orada şəxsiyyət kimliyi vermədilər. Və sən də məktəbi bitirəndən sonra o kimliyi tapmadın. Mən kiməm? Həkim olmalıyam, nə bilim nə. Bunlar sırınan şeylərdir. Bunu tapmadığın üçün o boşluğu, o mənəvi boşluğu getdin məsciddə, kilsədə, nə bilim, hardasa doldurdun da. Sonra da başladın onu müdafiə eləməyə. O deyil. O, əgər 1400 ildir və yaxud başqa bir dinlər 5000 ildir nə qədərsə varsa, bu var da, sən yox idin, onlar var idi. Yəni narahat olma, sən yoxa çıxsan da onlar olacaq. Heç şey sözlə nə eləsə onları məhv eləyə Bu proqramda bu olmalıdır, menyuda bu var. Buna biz təşəkkür edirik, bu bizim çərçivəmizdir. Bunun sayəsində bunu bildik. Qaranlıq olmasa da bu işığı hardan bilərdik? Çərçivə bilirsiniz nə üçündür? Sən tutalım ki, telefonu uzaqdan da tutma olmur, o qədər. Belə, sən tutalım ki, bu günləri belə. Ya bu boydasan da bir sürü sərhədlərin var. Sən sonra təfəkkürü genişlədəndə, yəni qorxudan biraz uzaq olanda biraz böyüyürsən. Sonra biraz da böyüyürsən, biraz da böyüyürsən, belə-belə oxuduqca, maarifləndikcə, inkişaf etdikcə bunun sayəsində bilirsən bura gəlib çatdığını. Bu sərhədlər olmasaydı bilmərdin buradasan. Amma bura çatmağın o demək deyil ki, artıq sən sərhədsisən. Yox. Bundan da böyüklər var. Və sən bu daimi inkişaf bir prosesisən, əbədi olaraq inkişaf edirsən. Yəni kainatın ən son nöqtəsi var ha, əgər varsa. Ora qədər gedib ucalmalısan, çatmalısan, böyüməlisən. Çünki bu sənsən. Başqa heç kəs yoxdur. Cəmi bütün bu rolları cəmi bir nəfər, bir varlıq oynayır. Həmin o Allah dediyin sən. Amma onun əsl adı Allah, nə bilim, Tanrı və s. deyil. O yaradandır. Onun əsl adı işıqdır. Enerji. İşıq. İşıq olmasa heç nə yoxdur. O deyirlər, əvvəldə deyir, Ruslar Bibliya deyilib ki, Начало было слово, слово было Bogom. Şimdi tərcümədə təxminən belə deyiblər ki, əvvəldə deyir, kəlam vardı. Kəlam Allah nəzdində idi. Kəlam Tanrı idi. Kəlam zad olmayıb əvvəl. Əvvəl fikir olub. Enerjidə fikir. Sən tutalım ki, səslə deyirsən nəsə. Sən tutalım səslə nəsə deyirsən, sansı bir fikir deyirsən da. Fikir olmasa necə səsə çevrilə bilər? Səs nə? Deng dong. Boş səs ola bilər. Bu hansısa bir fikirdir. Ola bilər sən bir də om, aum deyəsən, onun vibrasiyası olur, amma aumun içində hansısa bir şey birləşir, cümlələr, fikirlər birləşib, onun qısa bir forması, kodu olub da bu. Sonunda əvvəlcə fikir vardı. O zərdüş nə deyir? Yaxşıya düşün, yaxşıya danış, yaxşıya çalış. Düşün, danış, çalış. Bu səsli fikrin səsli formasıdır.
çalışanda da əmələ çevirəndə həmin o fikir artıq yeriyir, əməl formasında olur. Belə o qədər şey danışma olar ki, belə maraqlı şeylər. Amma başa düşən üçün də, debillər üçün deyil. Mən neyiniyim? Mən debil deməsəm də alınmır. Böyük gün gedək bir okeanda üzək də, nə qədər bu gölməçədə üzə bilərik. Valla mən çox şey danışa bilmirəm ki, çünki heç kəs başa düşməyəcək. Nəysə. Var olasınız. Yaradanın əmanətində olun.